Əzra gedir. Zəhra təlaş içində içəri girən Şeyx Sənana yaxınlaşır. Söyləsən an, nədir bu müthiş hal? Nə bəla var başında? Söylə, nə var? Söylə, aç söylə. Etmə gəl israr. Bilmirəm taleyim nədən məş'um. Sənə halım deyil midir məlum? 6 ildir səninəsirin ikən. İndi biganəyəm mi könlünə mən? Qalmamış məndə zərrə tabu tavan. Məni öldür də, lakin atma, aman. Səni atmaq mı? Bir düşün əcəba, heç bu mümkünmü? Nazənin Zəhra, sən mələksən, sevimli afətsən. Ah, sən xaliqi fəzilətsən. Zəhra özünü Sənanın qolları arasına atır. Bu zaman Sənanın gözlərində Gürcü qızı gözəl Xumarın siması canlanır. Xumar çiçəklər arasından Sənana müraciət edir. Şeyx, gəl, sevimli Sənan. Gəl, sənə layiq deyil o yer. Yüksəl. O cənnət pərisi, nazlı mələk, mənə yüksəl deyir gülümsəyərək. Söyləsən an, nə var? Nə oldu yenə? Əcəba, kim göründü gözlərinə? Bax da gör, bax da cənnət, bax da mələk. Harda? Bax, dinlə, indi söyləyəcək. Durma, yüksəl ənis ruhum, gəl. Mütərəddid görünmə, gəl, yüksəl. Oxunur gözlərində nuru-ruha. Yüksəl ey şeyh, gəl, düşünmə daha. Məndən nə istəyirsən? Gel, məndə can qalmamış bir insaldır. Xumar küsmüş halda uzaqlaşmaq istərkən Getmə, atma məni, mərhəmət qıl, aman, unutma məni. Getdi eyvah, getdi. Sən an, kim? Getmə nazənin mələyi. Gəldilər aman, dayanma gedək. Durma Zəhra, bəs o yuvanla gedək. Əzra və Zəhra çəkilib gedirlər. Qabaqca Şeyx Kəbir, onun ardınca başqa şeyxlər gəlirlər. Şeyx Kəbir bayılmış Sənanın başını qolları arasına alır. Bu necə bədbəniz? Oğul, Sənan, su gətir durma tez. Gecikmə aman. Heç səbəbsiz deyil bu müthiş hal. Nə də solğun, yoxum da tabu məcal. Şübhəsiz var cəzası hər əməli. Heç zərər yox, cəzasıdır, çəksin. Söylə Mərvan, cəza nədir? Nə əmər? Möhtərəm şeyh, 6 gün əvvəl vardı Sənanla bir mübahisəmiz. Bağırıb söylüyürdü pərvazsiz. Olsa mirac olur da ruhani. Kim görübdür uçan bir insani? Bir bəşərdir deyirdi Peyğəmbər. Heç görünmüş mü çıxsın ərşə bəşər? Allah, aman, inanmayınız. Çünkü Sənanı söylədən yalnız şübhədir. Yoxsa şübhədən başqa, yox onun bir qüsuru yox əsla. Sadə meyravcı etmir inkar. Hələ Allah'a tək şübhəsi var. Söyləyir görməyincə xalqı mən,
İmtina ederim pərəstişdən. Bu rəzalətdir məncə. Sus! Sən sus! Sanki mən sustum. Öylədir əfsus. Su gətirirlər. Şeyx Əbuzər Sənana su içirir. Sənan ayılır. Və minəl ma'u küllü şeyin həl. Su ilə canlanır bütün hər şey. Sanıb tutduğundan ol nadim. Bir də heç şübhə etmə, evladim. Hələ Zəhra. Necə? Əcayib sir. O da bambaşqa bir rəzalətdir. Öyle dar ruha malik olduğunuz heç də layiq deyil. Yeter. Susunuz. Söyləsən an, nə var? Nə oldu sana? Möhtərəm şeyh, sorma. Heç sorma. Bu sıxılmaqda məncə yox məna. Hər nə var, heç çəkinmə, söyləmə. Məni şeyhim bağışla, üzrüm var. Oğlum, tez gec tutar cəhaniyadım. Yüksəliş için bilik olar qanadım. Cahil, arif, böyük, kiçik, yeksər səni izlər, sevər, pərəstiş edər. Məni bir gün gələr də xalq unudar. Səni rəhbər sanar, sənə tapınar. Kimsə bir böyle şanlı gün görmez. Bu saadət fəqət uzun sürməz. Baş verər səndən öyle bir hərəkət ki, bütün xalq edər haman nifrət. Alçalar ruhin, alçalar ancaq səni alçaldan etiraz olacaq. Qapılıb hissə olmasan gümrah, xalq edər qəbrini ziyarətgah. Möhtərəm şeyh, bir ərzim var. Söylə oğlum, sıxılma, yox iz var. Hansı şeydir səbəb fəlakətimə? Onu mümkünsə söylə, gizlətmə. O yalnız gözəl qadındır, qadın. Söylə Zəhraya gözlərin aydın. Bayılır. Mənə biganə zevqin əfsani, sevdiyim yalnız eşq ruhani. Daha könlümdə qeyri eşqə inan, yer tapılmaz. Xeyr, xeyr. Yenidən Sənanın gözlərinə görünür. Sənan, necə tez çıxdı qatilindən? Aman mən şaşırdım, sakın inanma. Yalan. Ah gel, kusura bakma. Nə o? Nədir oğlum? Odur o, bak yenə o, məni əfv et. Sevimli Sənan, gel. Oxuyur. Məkkədə yol kənarında böyük bir məscid. İki kör ərəb, biri ud çala-çala, o birisi oxuya-oxuya məscidin həyətinə gəlir.
şahid oluruq. Her hakikat nedirse o söyler. Çok müqəddəsdir bu yolda niyyətiniz. Onu lakin sakın unutmayın. Birçok avlü nüma xəyanətkar bir İslam'a rəxnət salmışlar. Şübhə yok ki bu yolda zəhmət var. İstirahət değil, əziyyət var. Cəbr yok, zor yok, istəyən qalsın. Kim ki məmnun değilsə ayrılsın. Şeyh Cəfərlə Şeyh Əbülləhyə şeyxana dönmək istəyir geriye. Qocayıq biz, keçibdi günlərimiz. İzin versən, dönüb də hər ikimiz qalarıq Məkkədə ibadət üçün. Tanrının əmrinə itaət üçün. Heç zərər yok. Gedin Medine'ye. Onu lakin sakın unutmayın. Kuru boş secdenin yok akıbeti. Her sefer yalnız ehl-i marifeti. Ey büyük şeyh, mərhəmət, imdad. Siz ne istersiniz? Fəqət imdad. Bizə imdad edib şəfa verir. Görməyir kainat gözlərimiz. Böyle ecazkar bir insan hayır asla yaratmamış yaradan. Bir ulan məndə çok həbir, aciz. Bu yalan iftiraya uymayınız. Hem de görmektedir meziyyet yok. Keder, işkence var. Saadet yok. Gerçi görmek de başka nimettir. Görmemek en büyük saadettir. Bizi reddetme ah, inayet kıl. Ne olur şeyh, bir keramet kıl. Ne zamandan tutuldu gözleriniz? Anadan doğmadır benimki temiz. Her cinayet kadın cinayeti. Kadının cürmü ettirasatı. Anadan doğma kormusan sende. Onun esrarı mendedir, mende. Aman büyük sen an. Zəhra bayılıb Əzranın qolları arasına düşür. Şeyh Əbuzer, yanında ol her an. Onu teskin için çalış. Zira çok ağır xəstədir. Gedin Əzra. Onu gözden ayırmayın əsla. Elvida, elvida, güzel Zəhra. İslami təbliğ üçün Qafqaza gəlmiş şeyxlər və müridlər Tiflis şəhərinin ətrafında kiçik bir dağ ətəyində çadır qurub düşərgə salmışlar. Axşam çağı ətirli bahar nəsiməsir. Ötüşməkdə olan quşların səsi çəmənliyi bürümüşdür. Şeyx Sənan dağın zirvəsinə qalxıb ətrafı seyr edir. Qafqaz en sefalidir məba. Allah Allah! Nedir bu ağlı heva? Ne kadar şairânedir hilqət, yenilmiştir adeten cennet. Bu tamaşaya karşı her insan mencebi ihtiyar olur heyran. Ne kadar dilbal, yaşıl kefeler seyre daldıkça ruhi cezbeyler. Gülüşür pembe, al, beyaz güller, ötüşür her tarafta bülbüller. Cavid özünün din, təriqət, həyat və ölüm, reallıq və xəyal, hiss və idrak kimi fəlsəfi düşüncələrini 9-10 kəlgələr var mı yalnız? Şeyh, təşrifiniz əcəb haradan? Kəbədən, Məkkə-i Mükərrəmədən. Çobanlar hörmətlə Şeyx Sənan və Şeyx Sədranın əlini öpürlər. Söyleyin, isminiz nedir? Qulunuz Özdəmir, Çok güzel. Onçuk, Ramiz, bu zamanlar kim öyle çok muni?
Sadiko, Şarla, Gürcü yoldaşımız. Komşudur, din ayrı kardeşimiz. Aramızda büyük muhabbet var. Hem sadakat var. Hiç hürmet var. Şeyh, lütfen bize konak gelin. Var olun, artık olsun hürmetiniz. Acaba öyle indi siz haraya? Gelirik burada komşu kent var oraya. Özdemir, gelir, yola bak. Deli derviş gelir. Odur, ona bak. Kimdi o? İndirip de bilmelidir. Delidir şeyh, hem de gülmelidir. Kim bilir? Belki hiledir. Asla, bu herif bir beladır, asıl bela. Dinlemez her ne söylersen. Yalnız ne söylerse hamısı manasız. Yemez, içmez, yakın uzak bilmez. Hele insana hiç yakın gelmez. Nurani bir dərviş təpəlikdən aşağı imiş. Şeyx Mərvan, Şeyx Nəyim, Şeyx Əbülüla çadırdan çıxır. Şeyx Sənan dərvişə yaxınlaşır. Baba derviş, kılmayın lütfen bizi mehrum feyzi sohbetten. Kimsiniz? Mesleki tarikatiniz neymiş? Söyleyin, çekinmeyiniz. Çok acayip bu. Kârdır, dilsizdir. Hayır, aldanmayın. O bir sahir, hem hilegardır etseniz dikkat. Kez nezerler yanında öyle. Fakat mence lakin o çöhre çok nadir, çok büyük bir zekaya maliktir. Ne için sen sükûte mailsen? Söyle bir hansı dine gailsen? Hansı mezhebdesən? Ne sen, kimsen? Acaba hansı fikre hadimsen? Sakın, hiç sorma. Bir divaneyem ben. Demavdem çırpınan pervaneyem ben. Atam heyret, anamdır şüphe. Asla bilmez ben kimem, ey şeyh valla. Fakat hecmürde bir seyyah zarem. Şeriatten, tarikatten kenarem. Hakikat isterim, yalnız hakikat. Yeter artık şeriat ya tarikat. Kulak vermem ben asla bir hitaba. Parastış etmerem hiçbir kitaba. Bütün Kur'an, Zebur, İncil, Tevrat yalan. Rüya ki zor tefsiri heyhat. Yalan rüya bütün dünyayı alem, bütün efsane cennet ya cehennem. Şeyx Sənan məyus halda oturub düşünür. Muhterem şeyh, bir düşün, zira sana layık değil bu hal asla. Bence artık böyle bir teşviş. Sen büyük şeyh, o serseri derviş, iki müphem sözün ne kıymeti var? Böyle sersem akideden ne çıkar? Mahvolur gitti her düşüncemin an. Beni yalnız bırak. Çekileceğiz baba. Bir kadar kür boyunca tek tenha dolaşır gezmek isterim. Acaba biz de gelsek olmaz mı? Yeniden siz de deşmeyin yaramı. Yaşar düşüncesiz. Acaba ben nece? Hayır. Platonun qızı Xumar dağın ətəyində olan kiçik bir evin çəmənliyə tərəf baxan eyvanına çıxmışdır.
Darifat yarı güzeldir. Etmedim gül yüzünden süzermedim. Öyle bir arzu ki mence bəs, xeyr, etmez kumar o fikre həbəs. Bu cavanlar senin esirin iken, öyle bir söz gülünç olur senden. Gel canım gel. Bütün bu sözleriniz ona tesir eder değil hergiz. Bak o Meryem'le Ruh-i İsa'ya, bu büyük haça hem kelisaya əhd edip ben üreyle and içtim. İlk talih kumar için her kim olmuş olursa reddetmem. Cana doydum, nedir bu cor sitem? Seni mecbur eden mi var acaba? Nesin and içtin, eyledin de feta? Ya hata, ya sevap. Gel de bırak. Gel, sözün sözdür, etme çok da merak. Platon keşişin qolundan tutub evə aparır. Xumar eyvanda oturub, həzin-həzin ağlayarkən rəfiqəsi Nina gəlir. Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal. Nə qədər qız yetirsə Gürcistan, sənə bənzər mələk yetirməz, inan. Sənə hər kəs, böyük, küçük məftun. Sən niçin böyle daima məhsun? Cümlə əhval əyandır məncə sana. Çare yox gözəl Nina. Anamın tutmasan vəsiyyətini tutacaq. Sonda bədduası mənə söylərdi daima. Ağ uzun, ərə getmək həyat üçün uçurum. Yoxdur kişilərin vəfası xumar. Yerin olsun fəqət manastırlar. Neylesin binaba kadın? Her an ona dünyanı tar ederdi atan. Atan oldukça içkiden sersem, kederinden zavallı oldu verem. Daha bir çare yok. Ne istersen o kaçırmaz boyun itaatten. Şeyh, bir iş de var, değil asan. 2 yıl tam donuz otarmalısan. Hayır, artık bu çok felaketti. Senin kiram için bu bir tedbir. Onun eskiyle ben ki derbederim. Her ne emretseniz kabul ederim. Gediniz arkadaşlarım, gediniz. Başka bir şey tehdidal ediniz. Eskiden olulu bir mehabbetten aradım, nur hakkı taptım ben. Seyredin kainatı yolu, arayın nur hakkı aşık olun. Unutun siz zavallı sen amin, unutun siz o sersen insani. Muhterem şeyh, bir tesevvür edin. Yetişir haydi ders olunda gelin. Ana evvelki gaye-i emelin. Durmayın haydi ders olun, çekilin. Gelelim, doğru Kabe'ye varalım. Halık-ı kainata yalvaralım. Belki hak merhamet eder şeyhe, bu zamanlı, bu derbeder şeyhe. Şeyhimiz aklı dini imani, şeyhimiz taktı hıfz-ı Kur'ani. Önce İslam'a bir mürebbit iken kapatıp çıktı dini mezhepten. Gidelim havçı biz de tapmayalım. Gidelim biz de havça tapmayalım. Geliniz ders hile yav tezli, sizce hoş, men de erkeğim tersi. Platonun həyəti. Aradan 2 il keçmişdir. Şeyh Sən'an saçı saqqalı ağarmış halda ağır addımlarla eyvana tərəf irəliyir. Anı görüb soruşur. Yoksa bir xahişin mi var? Sən'an, her ne kalbinde varsa eyle beyan. Söyley aşinayı vicdanım, söylesen söyle nazlı sultanım.
Söylersen söylememde tavqət yox. Bir də zənnincə ərzə hacət yox. Bəllidir çünki səncə hər halım, çünki sənsən həriyi amalım. Fikriniz çox dumanlı, çox mütəm. Nə demək istəyirsiniz, bilməm. Sergu gəlir. Soruşup bir yığın sarıklı adam, seni şeyhim arardı bir aram. Kaybet bence köhne yoldaşlar, azacık sonra bir gelip de çıkar. O donuzlar ki otladır sən an, şübhəsiz fərqi yoxdur onlardan. İstəməm görmək, istəməm. Sən get, yolda qandır, çevir həmən dəftə. Sergu gedir. Sən'an Xumar'a müraciətlə. Bir düşün, nazənin sevimli Xumar. Bəllidir səncə, bəllidir əsrar. Getdi uğrunda dini imanın, getdi məhv oldu şöhrətin, şanın. Unudur cümlə hökmü Qur'anı, oldum axırdadır donuz çobanın. Saqqalım həm saçım ağardı bütün. 2 ildir ki gülmədim bir gün. Dərdi həsrətlə daima yanarak, yaşadım bir xəyala aldanarak. Atasını Ne söyleyir Nina? Daha durmakta var mı bir mana? Fürsət əldən çıxar, gedək əlan. Gəliniz məhv olan yazır Sən'an. Nə qədər əldə var hələ imkan, şeyhi bir kurtarak bu tufandan. Qürub zamanıdır. Bir tərəfdə Kürçayı, o biri tərəfdə Kür boyunca yalçın bir qayalıq. Kənarda qayanın ətəyində bir meşəlik görünür. Şeyx Sən'an başı açıq, saçları dağınıq, düşüncəli və yorğun bir halda qaya başına qalxır. Yandım Allah! Nedir bu işkence? Bu ne dehşetli, dağlı eğlence? Ateşi eş bir saadettir. İhtilaf-ı mezhebidir. İndi gördün mü din neler doğru? Ne belalar, ne fitneler doğru. Din yok olsaydı yeryüzün nereye? Daha mes'ud olardı cinsi beşer. Xumar saçları pərişan, yorğun halda qayalığın ətəyinə yaxınlaşır. Xumar niye geldin? Değil bu illetsiz, beni mehveylemeydin niyyetli. Şeyh, ya şeyh, durma kaçak, gel, aman gel, kaçır da biz kurtarak. Menden ne isteysen, gel. Möhtərəm şeyh, inadı gel terk et. Bence artırdır böyle bir tehkik. Gözlerin her kusuru affedilir. Beni affet, kusura bakma, aman. Səndedir köndüm. Ah, sən də inan. Çox müqəddəsdir indi məncə sənin hər düşüncən, təriqətin, dinin. Məni hatırlayıb da gəlmişsən, gönül bir dəfa deyilmişsən. Bellidir ay güneşten ayrılmaz, güneş olmazsa ay ışık salmaz. Ben dilber meleklerin sen al, al bir kölgeden kesilmez inan. Onu tergibe başlayınca kaçar, bir çevirsen aman dalınca uçar. Dərviş çəkilib gedir. Xumarla Sən'an dağın zirvəsinə qalxırlar. Bu zaman Özdəmir, Ramiz, şeyxlər və müridlər gəlirlər. Şeyh! Ya şeyh! Möhtərəm Sən'an!
yarada. Serseriler, zavallı taşkınlar, geliniz haydi, haydi yaz yoluna. Çok değişmiş sevimli siması. Şeyhim, engel, hatarlıdır orası. Yükselen mahvolur, fakat inmez, nuru hak daima yanar, sönmez. Bu tanıklık ne kimdir? Söyle neden? Unuttun mu yoksa bizleri sen? Engel seni ziyaret eder. Sana her maceranı söhbet eder. Heylal Salman, diyen gelsin, beni her kim sevir sevsin. Şeyhin Erbeyle, yoktu bizde günah, geldik, bilmirik yolun asla. Şimdi yolu bilmeyir sernet olsun, beni ancak bu hal eder memnun. Başka bir yolda var. Gerek el-an. Geliniz mahvolan yazı selam. Geldiler. Bak, tez ol, durma başa. Yükselen hakkı doğru, durma, uçak. Oturulur kumar bütün her yaz. Razıyam, mərd olum səninlə, inan. Gürcülər gəlib qayıq üstə çıxırlar. Keşiş gürcülərə müraciətlə. Azacık səfət. Kumar. Sana layık mı böyle bir rəftar? Bir düşün, ne ettin sen?